Əziz tələbələr, hər vaxtınız xeyir. Bu gün magistr 2026-cı ilin informatika qəbul suallarına baxacaq. İlk öncə baxaq A variantıdır. Bu arada qeyd edim ki, məndə olan variant. Baxaq 21 nömrəli sualımızdan. 21 nömrəli sualda deyir ki, elektron cədvəl fraqmenti verilmişdir. Okey, əla. Deyir bu fraqment. Aşağıda nə deyir? Diaqram elektron cədvəlin hansı xanalar diapazonu əsasında qurulmuşdur? Əla. Baxaq ilk öncə. A8 plus A9 bölünsün 3. İlk öncə verilənləri hesablayaq. A8-ə nə yazıb? 18. Plus A9 12 bölünsün 3. Verəcək bizə 10. Keçir ikinci. If şərt verib. Ifdə demişik ki, əgər şərt doğrudursa, birincini doğru deyilsə, ikincini götürürük. A8 bizdə 18-dir. AC7-də biz nəticə 10 aldıq. 18 ondan böyükdür, bəli, böyükdür. Şərt doğrudursa 12-ni götürürük. Baxıram, poy ver. Birinci ədədin qüvvəti, birinci ədədin özü, ikincisi isə onun qüvvətidir. O zaman AB 8 çıx AC 8, yəni 20 çıxılsın 18, onun da üstü 3 verir bizə 8. Diapazon bizdə nədir? 36, 40 və 20-dir. Saat əqrəb istiqamətində artan götürəcəm. Elə tələbənin yazdığı cavab variantını yoxlamaq istəyirəm. Deyib ki, müəllim A8-dən A8 diapazonunu əhatə edir. Bu baxaq, o diapazon budur. Əla. Görək bu diapazon həqiqətən onu əhatə eləyə bilirmi? 18 plus 20 plus 12. Görək hələ 100%-də qiymət nə qədər eləyir? 50. Okey, əla. 50-si 50 qiyməti 100%-dirsə, onda 18 qiyməti x. Buradan alaram ki, həqiqətən həll eləyəndə 2, x bərabərdə 36% alınır. Deməli, bura 36%-dir, doğrudur. Yəni, bu 18 qiymətidir. O zaman 20 də yoxlayaq. Əgər 20 x-dırsa, 50-si də 100-dür və burada da yenə alaram ki, x bərabərdir 40 qiymətini alır. 40% alır. Deməli, bu 40% də nə olacaq bizdə? Deməli olacaq 20. O zaman 12 də olur 24%. Bu bizim diapazonumuz, diaqramımızın qiymətini ödədi. Ona görə də doğru cavab C variantı olacaq. Keçək 22 nömrəli suala. 22 nömrəli sualda deyir ki, uyğunluğu müəyyən edin. Əla. Hiyerarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarış sistemidir. Axtarış xidməti deyilsə zaten burada bir dənə axtarış xidməti var, o da kopya edici olur. Telekonferans və xəbərlər bloku. Telekonferans xidməti 100 unitdir, 2A olacaq. Uzaq məsafədə yerləşdirilmiş terminalların emulyasiya sistemidir. Bu da təbii ki, telnetdir. Təkrar qəbul sualıdır. 1C, 2A, 3D olacaq. Baxıram, görürəm ki, tələbə doğru yazıb. Afərin. Keçək 23 nömrəli suala. 23 nömrəli sualda deyir ki, verilənlərin tipi deyil. Ümumiyyətlə uşaqlar, account deyə, access də verilən tipi yoxdur. Bu Excel-ə aiddir. Ona görə də doğru cavab olur D variantı. 24 nömrəli suala baxaq. Deyir, doğru mülahizələri müəyyən edin. CMOS, RAM, keş yaddaş və video yaddaş daxili yaddaşdır. Bəli, doğrudur. Daxili yaddaşdır. Bir doğrudur. Əməli yaddaş aktiv proqramları və verilənləri müvəqqəti yadda saxlayır. Bəli, doğrudur. Demək bizim 1, 2, 6 və 1, 2, 4 variantımız var. Mənə çox maraqlıdır ki, bu niyə görə D-ni işarələyib? Doğru olan mülahizələr deyir halbuki. Baxaq, səs kartı informasiya daşıyıcısı xeyir çevricidir və 4-ə baxıram. Streamer məlumatı maqnit lent üzərində saxlayan yaddaş qurğusu 4-də doğrudur. Burada deməli doğru cavab olacaq 1, 2 və 4. Baxaq neçəyə 25 nömrəli sualımıza. 25 nömrəli sualda deyir ki, mətn prosesorunda yerləşdirilən sər lövhənin səhifədəki mövqeyi hansı lent tabı və lent qrupundan müəyyən olur? Əziz tələbələr, Word-də insert tabı, header, footer qrupu, header və footer əmri vasitəsilə yuxarı və aşağı sər lövhə müəyyən etmək olur. Ona görə də C variantı olacaq. Tələbə tamamilə doğru yazıbdır. 26 nömrəli suala baxaq. Deyir, hansı əməliyyatların köməyi ilə bütün sənədlər seçilir? Sənədin sol kənarında boş sahədə mousun sol düyməsini 3 qat klik eləməklə gəlin elə zaten eləyək. Bəli, bütün mətn seçiləcək. 1, 2, 3. Gördüyünüz kimi. 1 doğrudur. Ctrl A düymələri bu bütün proqramlarda ümumiyyətlə hamısını seçmək üçün istifadə olunur. Sonra 1, 2 və bizim zaten 1, 2 olan variantımız bir dənədir. 5 də uyğun gəlir. Shift Ctrl Home sənədin sonundan əvvəlinə kimi hamısını seçəcək və 7 klaviaturada F8 düyməsini 5 dəfə klik etməklə. Doğru cavabımız olacaq A variantı. Afərin, doğru yazıbdır. 27 nömrəli suala baxaq.
Deyir File Explorer proqram pəncərəsinin sağ sahəsindəki obyektlərə süzgəcləmə tətbiq olunması hansı görünüş rejimdə olur? Təbii ki, detallarda olur. Gəlin bunu da sizə göstərim. Baxın elə zaten details rejimindədir və bu rejimdə biz sıralaya bilirik tipinə, adına, yəni filtr tətbiq edə bilirik. Burada da olacaq doğru cavabımız A variantı. Nömrəli sualımıza baxaq. 28 nömrəli sualımızda isə deyir ki, təhlükəsizlik divarının firewallun əsas funksiyası nədir? Təhlükəsizlik divarı firewall şəbəkənin potensial təhdidlərdən qorumaq üçün istifadə olunur. Tələbəmiz tamamilə doğru yazıb. Doğru cavab A variantı olacaq. 29 nömrəli suala baxaq. Doğru cavab olacaq. D variantı. Text deməli, mətn funksiyaları olacaq. Right, lean, left. Burada sadəcə rəfə. Logical, məntiqi olanlar. Məntiqi olanlar burada if'ti və or və and, true və false da buna aiddir. Statistik olanlar isə count adı. Power riyazidir, sum riyazidir. 1S, 2Y, 3 isə 1S, 2Y, 3 isə A olacaq. Doğru cavab Y variantıdır. Doğru yazıbdır. Keçək digər suallarımıza. Bir dəqiqə tapın bunu. Çox təəssüflər olsun ki, tələbələr bunu bizə hissə satıblar. Aha. 29 nömrəli suala baxaq. İnternetdə host kompüterin domen adı verilənlər bazasında ümumiyyətlə domen adı sıralaması verilənlər bazasında iyerarxik quruluş amaçlı iç-içə yığılır. Doğru yazıbdır. TCP protokolunun əsas funksiyası nədən ibarətdir? TCP protokolu informasiya paketlərinin düzgün ünvanlandırılması tam da yox, doğru variantı cavab variantı deyil. İnformasiya axınının paketlərə bölünməsi və son məntəqədə onların düzgün yığılması. 31 olacaq. C. Sistem proqram təminatına aid olanları deyil seçin. Verilənlər bazasını idarə etmə sistemi VBIS tətbiq edin. Əməliyyat örtükləri sistemdir. Doğru seçibdir. Kompüter iş qabiliyyətinin diaqnostikası sistemdir. Kadrlar tətbiqidir. Ekspert sistemləri tətbiqidir. Arxivləşdirmə proqramları isə sistemdir. Doğru cavabımız 2, 3, 6 D variantı olacaq. Tamamilə yanlış seçibdir. 33 nömrəli suala baxaq. Deyir ki, alqoritmin icrası nəticəsində bax buradakı bu qiymət 8 alıbdır, hə? Deyir ki, bunun 8 alıbsa əgər İlkin qiymətini müəyyən edin. Okey, bizə burada müəmmalı olan A-nın 2 qiyməti almasıdır. 2-ni 3 artıracam hər dəfə. Bax, diqqət eləyin. A-nı hər dəfə 3 vahid artır. Belə deyim. Bu 2-dən başlayıbsa, ədədə silsilə kimi düşünün. A 2 olanda, sonra 3 artıb nə olubdur? 6, üzr istəyirəm, 5, 8, 11, bu şəkildə davam eləyəcək. 14. Ay, yəni bu qiymətlərin hamısını alıbdır. Və bu qiymətlərin hamısını da yoxlayanda görək en hansı alır. Bizə əsas sonuncu qiyməti lazımdır. Demək 17 17 görək hələ bu A neçə dəfə dövr eləyibdir. 17 sonra 3 vahid artıb olacaq 20, 23, 26, 29, deməli 32, 33, 35, ay 3 vahid artırıq sonra 36 və gəlir burada. Ümid edirəm ki, gedişatda heç bir səhv eləmədik. 39, 42 və 45. Elədim. Artıq bu 45 olduqda yoxa gedir. Deməli, görək neçə dəfə period elib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Artıq 45-də yox qoluna gedib N8 aldığı üçün onu hesablamayacağım. İndi diqqətli olaq. Hər dəfə N-dən 8 çıxıb, nə alıbdır? N-in yeni qiymətini alıb. A hər yeni qiymət alanda N 8 vahid azalıb. Elədir. Demək, N neçə dəfə 8 vahid azalıb? 15 dəfə və N hansı qiyməti alıb sonda? 8 qiymətini alıb. Onda 15-in çıxılsın. 8-i vuranda 15-ə 8 dəfə 5-im 0, 4 yadda 120 bərabərdir 8-ə. 15-in bərabərdir 120 8-ə. Demək bu 15n bərabərdir 128 elədir. N deməli 15 dəfə period eləyəndə ilk hansı qiymət alıb? 128 qiymətini alıb. O zaman cavab olur
Y variantını. N 128 qiyməti ilə başlayıb. Çünki bizdə əslində bunu vurmağa ehtiyac yox idi. Müəyyən eləməliyik ki, bu neçə dəfə period eləyib. Bu neçə dəfə period eləyib, demək 15 dəfə period eləyib. Üzərinə də çıxdığı 8-i gələndə verir bizə 128 Y variantı. Keçək növbətiyə. 34 nömrəli suala. Deyirik, alqoritmin xassələrinə aiddir. Baxaq görək. Növ xassəsi, müəyyənlik xassəsi 35 əbilfəz dəfələrlə izah eləmişəm sizə. Failin adında böyük kiçik işarələrindən, qoşa nöqtədən, dırnaq işarəsindən, ulduzdan, sual işarəsindən, düz xəttdən və slashlardan, yəni droplardan istifadə eləmək olmaz. Doğrunu deyir, bir düzdür, iki ulduzlu, üç ulduzlu olmaz, ikidə böyük kiçik işarəsi var olmaz, dörd doğrudur, beşdə baxım görüm, olar problem yoxdur, altıda düz xətt var, olmaz, yedidə də heç bir problem yoxdur, olar. Nə oldu demək cavabımız? 1, 4, 5, 7. Görək hansı variantdır? 1, 4, 5, 7, C variantı. Ribbon interfeysi təqdimatın hansı görünüş rejimdə əks olunmur PowerPoint-da? Reading View-dur, yəni slideshow rejimdə deyirik, oxu rejimdə deyirik. Ümumiyyətlə, bunda heç bir proqramda, Reading View-da tabları, ribbonları görmürük. 37 nömrəli sualda çox bəsit bir say sistemləri idi. 195-i 10-luqdan çevirək 16-lığa, bölük 16-ya bir dəfə. Deməli 16 çıxanda qalır nə? 35, 35-də də 2 dəfədir. 32 çıxanda qalır 3, 32 də nədir? 12 də nədir? C-dir. C 3 olacaq. 1 olur A. Sonra nəyi hesablayırıq? 375 bölünsün 16-lığa keçirik 16-ya. 2 dəfə 32 çıxıram. Qalır 55. 55-də də 3 dəfədir. 48 çıxırıq, qalır 7. 23-ü də 16-ya böləndə bir dəfə 16 çıxıram, qalır 7. Bu da olacaq 117, üzr istəyirəm, 177. 2 olur B. Sonra 442-ni çevirək 16-lığa. Böləm 16-ya. Burada olacaq 2 dəfə çıxırıq 32. Demək 4-dən 2 çıxanda 2, 4-dən 3 çıxanda 1 qalır 122. 122-nin içində isə 16 neçə dəfə olacaq? Təxminən 7 dəfə. 7 dəfə 6 42, 4 yadda. 7 dəfə birim, bu da 4, 112 eləyir, qalır 10. 10 isə bizdə B, A-dır. 27-yi də 16-ya bölük. Bir dəfə 16 çıxıram, qalır 11. 11 də bizdə B-dir. 10 da 1, B, A olacaq. 3-ə də olur Y. 1A, 2B, 3Y. 1A, 2B, 3Y. Olur doğru cavabımız B variantı. Baxaq 38 nömrəli suala. Deyir, kitab Docs faylı C informatika nəzəri qovluğunda yerləşir. İnformatika qovluğunda, buranı da başını buraxıram. İnformatika qovluğunun içində praktika qovluğu açılıb. Okey, buradan sonrası. Və praktika alt qovluğunda yaradılır. Və informatika qovluğunda praktika alt qovluğu yaradılır. Və həmin fayl yeni yaradılmış alt qovluğa. Bu kitab Docs ora daşınır. Baxın bura. Onda nə olacaq? Failin tam adı necə olur? C. İnformatika praktika kitab Docs X. Bu da hansı variantdır? C. İnformatika praktika kitab Docs X. Olur bizdə C variantı. Çox təəssüflər olsun ki, səhv yazıbdım. Körpü bridge dəfələrlə qəbul sualı olubdur. Eyni müxtəlif topoloji eyni protokol olacaq. Doğrudur, B variantıdır. Deyək göstərilərdən hansı düyməyə aiddir? Baxın, ancaq markerlər qoyubsa, zaten bu sualı səhv yazmaq mümkün deyil. Bunu səhv yazmaq həqiqətən aptallıqdır. Nöqtədən də zaten tutmaq olur ki, markerlərdir. 40 olur C. Keçək indi növbəti sualımıza. Burayı da deyəsən, okey. 41-ə baxırıq. Kitabın elektron versiyası 192 səhifədən ibarətdir. Bu kitabın hər səhifəsində yalnız 512 256 piksel ölçülü rəng dərinliyi 16 bit olan şəkil verilmişdir. Hər 3 səhifəsindən bir şəkil verilib. Onda 192 bölürəm ki 3-ə, görüm neçə dənə səhifədə bir şəkil olub da. Bu da eləyir 64. Okey, 64 dənə səhifədə şəkil olubdur. Onda 192-dən çıxıram ki, 64 görüm yerdə qalan səhifədə nə qədər mətn olub. Bu deyir 12-dən 4 çıxanda 8, 18-dən də 6 çıxanda verir bizə 12. 128 səhifədə də mətn olub. 64-ün də şəkil,
128-də mətn olub. İndi ilk öncə şəkilləri hesablayaq. En vurulsun uzun, vurulsun bit idi. Onda 512 vuraq 256 vurulsun. Cavabı da bizdə megabaytla istəyir bu arada. 256 vurulsun rəng dərinliyi nə qədərdir? 16 bit vurulsun. RGB-də hesablayıb deyirsən zaten yox. 16 vurulsun səhifə sayı 64-də. Bu da 2 üstü 9 vurulsun, 2 üstü 8 vurulsun, 2 üstü 4 vurulsun, 2 üstü 6. 2 üstü nə edəcək? 9, 8, 17, 27 bit. Megabaytı çevirmək üçün bunu bölürəm. 2 üstü 23-ə. Bunu da böləndə üstlər çıxılır, qalır 2 üstü 4 megabayt. Yəni 16 megabayt. Biz birinci hissəni aldıq ki, nə qədər imiş? 16 megabayt imiş. İndi keçirəm mətn hissəsinə. Deyir qalan səhifələrin hər biri 496 simvoldan ibarətdir, Unicode-la kodlaşdırılıb. Okey. 128 səhifə qalıb. Unicode-la hesablanıb vururuq 2-yə 4096 simvoldan ibarətdir. Bu da 2 üstü 7 vur, 2 üstü 1 vur, 4096 4 vur 1024 deməkdir. 4 vur 1024 olduğu üçün də 2 üstü 12. Burada da üstləri toplayanda bu megabaytla verilir, baytla verilir bu arada. Eləyir 2 üstü 20 bayt. Bu da megabayta çevirəndə 1 megabayt eləyir. 16-ın üstədir. 1 gələndə verir bizə 17 megabayt. Cavabımız olacaqdı 17. Baxaraq 42 nömrəli suala. A1-dən Y8-ə kimi, F2-dən H9-a kimi diapazonların birlikdə neçə xanası var? İlk öncə A1, Y8-i hesablayacağım. A-dan Y-yə kimi sütunları hesablayaq. A, B, C, D, Y. 5 dənə sütun var, 8 dənə də sətir var. 5-i vururam 8-ə 40 dənə xana edir. F2-dən H9-a kimi isə F, G, H 3 dənə sütun var. 9-dan çıxıram 2 və 7 üstə 1 gələm 8. 3'e de vururuq 8'e 24 xana. 40'ın üstünə də 24 gələndə ümumi 64 xana edir. Doğru yazıbdı tələbəmiz. 43 nömrəli suala baxaq. Üç ölçülü bir proqram vasitələrinə aid deyil. Peki, əla sualdır. Bunu mən əvvəl də qəbullarda, ümumiyyətlə təkrar qəbul sualıdır. Əvvəllər də düşmüş bir sualdır. Deməli biz burada baxırıq nəyə? Üç ölçülü qrafik proqram vasitələri deyil. Burada olacaq. Adobe Photoshop rasterdə bir uyğun gəlmir. Sonra baxırıq. Adobe Illustrator vektorda 5 uyğun gəlmir. Və Corel Draw da vektorda 6 uyğun gəlmir. 1, 5, 6. ZBrush, Maya, Softmake, X, CSI isə nədir? 3 ölçülü. Nömrəli suala. 44 nömrəli sualda bizə deyir ki, Setup Slideshow əmrin yerinə yetirilən əməklərin hansını əməkləri müəyyən edin. Setup Slideshow bizdə yerləşəcək. Bir saniyə açım. Setup Slideshow əmrində baxın bu əmri soruşur. Və bu əmrdə biz aralıqları, verilənlərin tipini müəyyən edə bilirik. İndi bir saniyə sualımıza keçək. Deməli, slaydların gizlədilməsi xeyir olmur. Slaydlar arasında keçid vaxtının təyin olunması xeyir olmayacaq. Bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş qrafikdən istifadə edə bilirik. Təqdimatdan nümayiş tipini seçə bilirik. Nümayiş olunacaq slaydların intervalını göstərə bilirik. Doğru cavabımız olacaq 3, 4 və 6. 45 nömrəli suala baxaq. Digər uyğunluğu müəyyən edin. Insert tabında yerləşəcək onlayn video, media və link SY baxın göstərirəm. Onlayn video və link qrupu, media qrupu burada yerləşir. Sonra isə davam edirik. Review tabında yerləşəcək sadəcə read aloud. Review tabında yerləşir sadəcə read aloud və gəlirik burada nəyə? View tabında isə yerləşəcək immersive reader və görünüş rejim tipi olan page movement səhifəni genişləndirmək və yana-yana qoymaq. A və B variantları. Bunu da gəlib burada sizə göstərim. Hər bir tələbəmizə uğurlar arzu edirəm. İnşallah ki, nəticəniz gözəl olmuşdur və ikinci cəhdə heç girməyinizə ehtiyac qalmaz.